Quranda möcüzə deyirsiniz. Nə möcüzə var Quranda? Məsələn, bir dənəsini deyin. Bir dənəsini deyim. Maksimum 2 dəqiqə vaxtım var. Tamam. Quranda Rum adlı bir surə var. Rum da Romalılar demək. Surə belə başlayır. Qulibətir Rum. Rumlular məğlub oldu. Amma onlar 3 ilə 9 il arasında qələbə qazanacaqlar. Rumlular məğlub oldu farslara, o vaxt Sasani imperiyasına. 3 və 9 il arasında qalib gələcəklər. İndi biz o tarixə baxırıq, görürük ki, vəhiy gəlib Məkkə dövründə. O dövrdə də Bizans Sasanilərə məğlub olub. Yəni bu elə bir məğlubiyyətdir ki, təsəvvür elə Bizansın qoşunları İstanbula qədər sıxışdırılıb, Konstantinopola qədər. Yəni paytaxt 10 il mühasirədə qalıb. Sasani də o dövrün super gücü, ordusu super güclü ordu. Amma görürük ki, Muhammed Aleyhisselam belə bir iddiada bulunur ki, Rumlular məğlub oldu, amma onlar yaxın bir dövrdə qalib gələcəklər. Rum hökmdarı Herakl. Onun hakimiyyəti olub hardasa 30 il civarında. İstanbul mühasirəyə alınan vaxtda o adam bütün qızılları falan toplayıb getmək istəyir, qaçmaq istəyir Afrikaya. Herakl qaçmaq üzrəyikən birdən-birə elə bir insan qəhrəmanı çevrilir. 30 neçə illik hakimiyyəti dövründə birdən-birə 6 il dünyanın ən qəhrəman adamına çevrilib. 9 ildən sonra 626-627-ci illərdə Sasaniləri məğlub eləyir. Yəni İstanbuldan Ölü dənizə qədər. Yəni bugünkü İstanbuldan Anadolunu alıb da. yəni çöküşdə olan dövlət öz dövrünün super gücünə qalib gəlir. Az qala Türkiyə qədər böyük bir ərazini yenidən. Təsəvvür eləyək ki, Muhammed Əleyhisselam haşa yalançı bir peyğəmbərdir. İnsanları aldatmaq üçün peyğəmbərlik iddia eləyib və deyək ki, ətrafında toplaya bir müəyyən qədər insan yığılıb ətrafına. Belə bir vəziyyətdə bu insanın nəyinə lazımdır ki, belə bir şey iddia eləsin? Bu hadisə baş tutmasa, ətrafında zaten az adam var, onlar da çıxıb gedəcək ətrafından. Yəni məncə bu hadisə bu qədər təfərrüatlarla möcüzədir.